Düstur nədir? Düstur riyaziyyatda ən çox istifadə olunan anlayışlardan biridir. Bir konkret nümunə üzərində düsturun mahiyyətini anladaq. Məsələn, fərz eləyək ki, 2 kəsri bir-birinə vurmaq lazımdır. Deyək ki, 2-də 1-i vurmaq lazımdır. Məsələn, 3-də 4-ə. Bilirik ki, kəsri kəsrə vurmaq üçün məxrəci məxrəcə, surətə vurmaq lazımdır. 6-da 4. Başqa bir nümunə göstərək. Məsələn, 5-də 2-ni deyək ki, vurmaq lazımdır 7-də 6-ya. Yenə də qayda eyni qaydadır. 5-i 7-yə vururuq, 2-ni 6-ya. Surəti surətə, məxrəci məxrəcə. 35-də 2, 6-nın 12. Aydındır ki, bu misalların sayını sonsuz sayda artırmaq olar. Çünki riyaziyyatda sonsuz sayda misal tərtib eləmək mümkündür. İndi bu dediyimiz qaydanı, yəni kəsrin kəsrə vurulmasını, qaydasını, məxrəci məxrəcə, surəti surətə vurmaq qaydasını biz simvollardan, hərflərdən istifadə edərək yazaq. Məsələn, A-da B kəsrini əgər biz C-də D kəsrinə vurmaq istəyiriksə, onda biz məxrəci məxrəcə, yəni A-nı C-yə, surəti surətə, yəni B-ni D-yə vurmaq lazımdır. Beləliklə biz ümumi bir qayda aldıq. Aydındır ki, burada A, B, C, D ədədlərinin hərflərinin yerinə istənilən ədədi qoymaq olar. Beləliklə bu qaydanın içərisində sonsuz sayda kəsrlərin vurulması misalı yerləşəcək. Məhz bu qaydaya, hərflərlə verilmiş bu qaydaya düstur deyilir. Bəzən düstur sözünə analoji olaraq, sinonim olaraq formul sözündən də istifadə olunur bəzi fənlərdə. Ancaq formul düsturdan fərqli olaraq sözlərdən yox, birbaşa simvollardan istifadə edir. Məsələn, kimyadakı H2O suyun formulu kimi. Burada H2O su molekulunun formasıdır, görünüşüdür. Ona görə də formul deyilir. Amma düstur daha geniş anlayışdır və bizim dildə riyazi termin olaraq istifadə olunur.